Valideynlərin və şagirdlərin sevimlisi, sosial şəbəkələrdə aktiv olan gənc müəllim Günel Abbasova. Xoş gəlmisiniz. Xoş gördük Xəyalə xanım. Günel xanım, sosial şəbəkələrinizə nəzər yetirdim. Həm Azərbaycan dili ədəbiyyat, həm də ibtidai sinif dərslərini tədris edirsiniz. Ümumiyyətlə sizin əsl ixtisasınız nədir? Əsas ixtisasım ibtidai sinif müəllimliyi idi. İbtidai sinif müəllimliyini bitirmişəm. Amma uşaqlıq arzum olduğu üçün Azərbaycan dili və ədəbiyyat müəllimi olmağı seçdim həm də. Yəni ibtidai sinif fənlərlə yanaşı eyni zamanda Azərbaycan dili və ədəbiyyat fənlərini tədris edirəm. Və bu sahədə özümü günü-gündən inkişaf etdirmək niyyətindəyəm. İlk tədrisə neçə yaşınızda başladınız? İlk tədrisə 18 yaşımda başladım. Yəni ilk şagirdim o zaman olmuşdu. Və o zaman 8-ci sinif şagirdim idi, bir qız idi. Fərdi keçirdiniz dərsləri? Fərdi keçirdim ona. Daha sonra elə o vaxt Azərbaycan dilini keçirdim mən ona. Daha sonra isə universitet həyatı, universitetdə də müəyyən qədər hazırlıqlarım olurdu onlayn şəkildə və müəyyən bir zaman keçdikdən sonra işimi daha da artırmağı düşündüm. Bir gənc müəllim kimi Azərbaycanın hazırki təhsil sistemindən razısınızmı? Əslində, belə deyə bilərəm ki, hal-hazırda bu vəziyyətdən tamamilə razı deyiləm. Müəyyən məqamlar var ki, təbii ki, qane edicidir, amma tamamilə məni qane etmir. Qane etməyən məqam nədir? Şagirdlərin xüsusi məntiqi bacarıqları məncə daha çox inkişaf etdirilməlidir. Xüsusilə məktəblərdə bu proses önə çıxmalıdır. Doğru vurğulayırsınız, çünki əzbərçilik tələb eləyir sistem bir növdə. Bəli. Amma açıq suallar da tərtib olunur artıq bildiyim qədərilə. Doğrudur, açıq suallar da tərtib olunur, lakin burada bir xüsusi məqam var ki, şagirdlər həmin o açıq suallarının cavablarını da məntiqi şəkildə cavab verməyi planlaşdırmalıdırlar. Və məntiqi bacarıqlar təbii ki, ön planda olmadığı üçün müəyyən açıq suallarına cavabı tam əhatəli şəkildə olmur. Və buna görə də artıq Azərbaycan dilindən məlum məsələ buraxılış imtahanıdır. Buraxılış imtahanında da mətn testləri var ki, mətn testlərindən də çıxan oradan cavablar məntiqi bacarıq tələb edir. Müəllim olmaq çox şərəfli bir peşədir və siz də bu şərəfli yolda ilk də olsa, amma uğurlu addımlayırsınız. Xeyli sayda valideynlərin, şagirdlərin rəğbətini, sevgisini qazanmısınız. Hansı çətinliklərlə qarşılaşdınız? Ən birinci mənə bu işdə, ümumiyyətlə hər bir işdə mənə ən böyük dayaq, Hər addımınızda. Bəli, hər addımımda ən böyük dayaq mənə ailəm oldu. Hal-hazırda da ailəmdir. Və təbii ki, ailəmin müsbət dəstəyi ilə yanaşı eyni zamanda qıraq ətrafdakı insanların da mənə mənfi şəkildə, belə deyək də, təsirləri oldu. Çünki məlum məsələ iş şəraitində müəyyən paxıllıqlardır, rəqabətdir. Bunların hər biri işini daha yaxşı inkişaf etdirən insanlarda bu elə bir təsirlər olur. Valideyn, müəllim, şagird balansını necə qoruyursunuz? Müəllim, şagird və valideyn mənim gözümdə bir üçbucaqdır. Əgər bu sistemin biri çöksə, bu balans pozular və mənim də işim bu balansı qorumaqdır. Valideynə şagirdin potensialını göstərirəm, şagirdə isə öyrənməyin əslində maraqlı olduğunu sübut edirəm. Beləliklə, təbii ki, nəticədə qənaətbəxş olur. Günel xanım, gənc müəllimlər fikir vermişəm özüm də təhsil aldığım müddətdə. Görürəm ki, həm də müəllim olmaqla yanaşı uşaqlarla bir növdə psixoloji söhbətlər aparırlar. Onların şəxsi həyatlarında olan problemlərini də həll etməyə çalışırlar. Ümumiyyətlə, onların həyatlarına toxunmağa çalışırlar. Sadəcə mən dərsimi gəlim 40 dəqiqə, 45 dəqiqə keçim gedim məsələsi artıq yoxdur. Və xüsusilə də gənc nəsildə, yeni nəsildə, yeni müəllimlərdə bu tamamilə bir qayda olaraq yoxdur. Sizin qarşılaşdığınız hər hansı bir maraqlı hekayəni eşitmək istəyərəm ki, hansı şagirdinizə nə kimi bir toxunuşunuz olub? Şagirdlərimin sevgisini qazanmaq mənim üçün çox dəyərlidir və şükür ki, bu vaxta kimi bir çox şagirdlərlə işləmişəm və istər şagirdlər olsun, istər şagirdlərin valideynləri olsun, onların hər birinin sevgisini və səmimiyyətini qazanmışam. Və düşünürəm ki, bunun da əsas səbəbi onlara səmimi şəkildə yanaşmağım, onların motivasiyasını anlamağım, onların ruh halını başa düşməyim idi. Belə deyək ki, yəni dərs müddətində təbii ki, bir müəllim, amma dərsdən kənar bir bələdçi kimi yanaşmağı üstünlük verirəm. Yəni o şəkildə yanaşmalıdır hər bir müəllim. Hər bir şagird əslində bizim üçün əziz olmalıdır, müəllim üçün əziz olmalıdır və
hər bir şagirdə sırf ona tədris verəcəm deyə bir gözü ilə baxmamalıdır. Çünki o şagirdin müəyyən tələbləri ola bilər, onun müəyyən sıxıntıları ola bilər, xüsusi bir psixoloji cəhətdən çökmüş bir vəziyyəti ola bilər ki, bunu müəllim elə ilk dərsə başladığı anda o şagirdin gözündə onu hiss eləməlidir ki, bu şagird dərs müddətində əvvəlki kimi deyil. Və təbii ki, mənim qarşılaşdığım belə bir neçə məqamlar oldu. Və bunlardan ən, belə deyək ki, mənim nəzərimdə daha çox qalanı bir şagirdim var idi, kilo problemi var idi və o şagirdə qıraqdan çox təsirlər olunurdu kilosu ilə bağlı və hətta kilosu ilə bağlı təsirləri olmasına rəğmən yenə də düzü çalışırdı dərslərində, amma əvvəlki potensialını mən onda hiss etmirdim və mən bunu gördüm, bir neçə vaxt yəni mənimlə danışdı bu barədə. Və məndən kömək istədi və təbii ki, mən də ona bu köməkliyi etdim. Özü dedi ki, müəllim, bəs mənə qıraqdan belə bir reaksiyalar olunur, belə bir təsirlər olunur və mən bu vəziyyətdən heç məmnun deyiləm və mənə çox pis təsir edir. Mən nə edə bilərəm? Və mən biraz düşündüm. Dedim, mən sənə kömək edəcəm, amma mənə də biraz zaman ver, bu barədə biraz düşünüm ki, sənə necə daha yaxşı kömək edə bilərəm. Əlimdən nə gəlsə onsuz da edəcəm, amma daha yaxşısını etmək istəyirəm. Düşündüm ki, onun üçün xüsusi bir qida cədvəli təyin edə bilərəm və bununla bağlı çox saylı araşdırmalar etdim. Çünki yaşa da uyğun müəyyən qidalar var ki, hansı ki o qidalar qəbul olunmalıdır, olunmamalıdır, müəyyən həddi var, dozası var. Və bunların hər birini araşdırdım və ona uyğun xüsusi bir cədvəl təyin etdim. Və artıq şagird, yəni həmin şagird o cədvəl üzrə hərəkət edir və nəticəsini də artıq müəyyən şəkildə görür. Ümid edirəm tamamilə o nəticədən uğurlu çıxar. Haqqınızda araşdırma aparanda həm də gördüm ki, kurs rəhbərisiniz. 22 yaşda bir kurs rəhbəri. İstəyərəm ki, kursunuz barədə də məlumat verəsiniz. Və böyük ehtimal yəqin ki, yeni açılıb. Bəli, 2024-cü ildə yeni açılıb demək olar. Və belə deyim ki, EduVibe tədris mərkəzi kursumuzun adıdır. Niyə EduVibe desəniz əgər? Çünki EduVibe adı, indiki uşaqlar onsuz da çox saylı istəkləri nəzərə alaraq və eyni zamanda şagirdlər indi daha çox gənc müəllimlərlə, motivasiyalı müəllimlərlə, müəllimlərin şagirdə qarşı xüsusi bir psixoloji yanaşmasını tələb edən bir müəllimlərlə işləməyi istəyirlər və bütün bunları nəzərdən keçirdim. Və eyni zamanda mənə fərdi şəkildə yazılan şagirdlərin də valideynləri məndən yaxşı müəllim, təbii ki, işinin peşəkarı olan müəllimlər soruşurdular, istər öz uşaqları üçün, istər digər ətrafdakı uşaqlar üçün. Və mən düşündüm ki, təkcə yaxındakı olan uşaqlara köməklik etməməliyəm, eyni zamanda, yəni bununla kifayətlənməməliyəm, eyni zamanda daha çox şagirdə çata bilərəm, daha çox şagirdə keyfiyyətli tədris imkanlarını verə bilərəm. Bunun üçün dedim, niyə də bir onlayn kurs yaratmayım ki? Və beləliklə EduVibe yarandı. EduVibe da dediyimiz kimi adından məlumdur ki, yəni daha çox yeni sistemlə ayaqlaşan bir kurs olsun. Sizin kursu digər kurslardan fərqləndirən əsas özəlliklər nədir bəs? Bizim kursun xüsusi bir inkişaf proqramı var. Eyni zamanda mənim işinin peşəkarı olan və işini sevərək edən, öyrətməyi sevən xüsusi bir müəllim kollektivim var ki, bir yerdə bu işi planlaşdırdıq ki, necə edə bilərik ki, bizim kurs digər kurslardan fərqlənsin. Və bu barədə çox fikir ayrıcalığımız oldu, bir yerdə fikirləri götür-qoy etdik və nəticədə bir çox proqram tərtib etdik və onlardan sadəcə bir neçəsi bizim üçün uyğun oldu. Belə deyim ki, Valideyn Akademiyası proqramımız var ki, Valideyn Akademiyası nədir? Müəyyən məsələdir ki, özümüz də kursda oxumuşuq da müəyyən vaxtda. Kursda şagirdlər daha çox ön planda olur, amma valideynləri kursdan daha çox kənarda saxlayırlar. Yəni valideynlər daha çox pasiv qalır. Amma biz ayda bir dəfə iclasdan iclasa görünürdülər. Bəli. Bu o vaxtdan belədir onsuz da. Amma indi biz düşündük ki, əslində valideynləri də təhsil prosesinə cəlb etməliyik ki, onlar da şagirdlərlə birgə işləsinlər. Və hal-hazırda belə bir proqramımız var. Daha sonra təcrübəli şagird proqramımız var ki, bu proqram nədir? Hər hansı bir sahəyə marağı olan şagirdimiz, məsələn, deyək, həkim olmaq istəyir şagird və artıq belə deyək ki, müəyyən məsələn blok imtahanı olur. Blok imtahanından sonra
şagird hansı ixtisasa yiyələnmək istəyirsə, o ixtisasda belə deyək, işinin peşəkarı olan şəxsi biz canlı şəkildə, onlayn şəkildə görüşə dəvət edirik və şagirdlə həmin şəxs arasında debat gedir, sessiya gedir, fikir ayrıcalıqları gedir və artıq o həmin işinin peşəkarı olan şəxs şagirdə daha da çox həmin o yönəlmək istədiyi sahəyə daha da çox köklüyür, yəni ona motivasiya verir. Maraqlıdır. Ətraflı məlumat almaq üçün necə əlaqə saxlaya bilərlər sizinlə? Ətraflı məlumat almaq üçün təbii ki, bu proqramımız bununla yekunlaşmır, daha da çox proqramımız var və bunun üçün də mən sadəcə əsasları dedim. EduVibe Tədris Mərkəzi Instagram səhifəmizdən əlaqə saxlaya bilərlər və eyni zamanda əlaqə nömrəmiz də var ki, bu əlaqə nömrəsindən də əlaqə saxlaya bilərlər. Hər birimiz aktiv sosial şəbəkə istifadəçisiyik. Amma müəllimlərə çox az halda rast gəlirəm və az olmağına baxmayaraq sizi orada xeyli aktiv gördüm. Ümumiyyətlə sosial şəbəkələrə peşənizi daşımaq üçün necə qərar aldınız? Bu bir reklamdır, həvəsdir, yoxsa nədir? Mən bir neçə tanınmış müəllimin səhifəsinə baxdım, onların TikTok, Instagram səhifələrinə baxdım, YouTube hesablarına baxdım və düşündüm ki, əslində hər bir müəllim biraz fərqli tərzdə yanaşsa və mən də eyni zamanda fərqli tərzdə biraz yanaşsam, çox peşəkar bir iş görə bilərəm və belə deyim ki, işimi gizli tutmaq əvəzinə sosiala əks etdirdim. Səbəbi nədir? Azərbaycan dili və ədəbiyyat, eyni zamanda ibtidai sinif fənləri ilə bağlı bir çox nüanslar var, incə nüanslar var ki, bunu mənim yanıma hazırlığa gələn şagirdlər olsun və gördüyüm şagirdlər olsun, bunların heç birində görmürdüm. Yəni o incə nüansları onlardan soruşurdum, lakin o cavabı mənə qaytarmırdılar və bu aspektdən yola çıxaraq düşündüm ki, niyə də həmin o incə nüansları şagirdlərə çatdıraraq onların təhsil həyatında müəyyən toxunuşlar etməyim və buna görə də düşündüm ki, işimi sosial şəbəkəyə yansıda bilərəm, daha çox şagirdə çata bilərəm, onların həyatında müəyyən iz qoya bilərəm və beləliklə... Yəqin ki, orada da sizdən kömək istəyirlər, yazırlar. Təbii ki, şəxsidən yazan şagirdlər olur, hər hansı bir sual soruşurlar və mən də hər birinə cavablandırıram, hər birinə müəyyən cavablar verirəm, səsli olsun, yazılı olsun. Eləcə də bir xeyli motivasiya edici, maraqlı, əyləncəli videolarınızı görürəm. Bunlar da şərhləri də izləyirəm, orada şagirdləriniz xoş sözlər yazırlar. Görürəm ki, onların həqiqətən də çox sevimli müəllimisiz və o gənclərə, belə deyim, gələcəyin gənclərinə müəyyən qədər toxuna bilirsiniz. Bu çox sevindirici bir haldır. Buna görə də çox təşəkkür edirəm. Bu yolda sizə uğurlar arzulayıram. Siz sağ olun. Dəvətiniz üçün də xüsusi təşəkkür edirəm. Minnətdaram. Sizə də işinizdə uğurlar arzu edirəm. Təşəkkür edirəm.